İndi sənə qəribə bir sual verəcəm. Səncə dünyadakı bütün mavi gözlü insanlar bir-biri ilə qohum ola bilər? Yəni minlərlə il əvvəl yaşamış tək bir insanın nəvələri. Əgər daha çox belə elmi videolar görmək istərsənsə, o zaman kanalıma abunə ol. Bugün biologiyanın ən maraqlı mövzularından birini danışacağıq. İnsanların gözləri niyə fərqli rəngdədir? Qəhvəyi, mavi, yaşıl, hətta ki fərqli rəng belə ola bilir. Məktəbdə bizə daha qısa deyirlər, amma əslində gözlər haqqında məlumat daha dərindir. Gözümüzə rəng verən nədir? Bəli, bu melanin pigmentidir. Melanin sadəcə gözlərdə yox, saçımızda və dərimizdə də var. Əgər gözündə çox melanin varsa, gözün qəhvəyi olur. Az melanin varsa, açıq rənglər yaranır. İnsan bədənində mavi rəngli pigment yoxdur. Yəni mavi gözlü insanların gözündə mavi boya yoxdur. Gözlərdə mavi rəng işığın oyunu nəticəsində əmələ gəlir. Melanin az olduğu üçün işıq səpələnir və göz mavi görünür. Bəs bunu kim idarə edir? Bəli, genlərimiz. Burada iki əsas gen var. OCA2 melanin istehsal edən zavoddur. Alimlər çox maraqlı bir şey kəşf elədi. Dünyadakı bütün mavi gözlü insanlarda eyni genetik dəyişiklik var. Bu da o deməkdir ki, hamısı tək bir insandan gəlir. Təxminən 6-10 min il əvvəl bu bölgədə yaşayan bir insanda mutasiya baş verdi. Tarixdə ilk mavi gözlü insan. Bəs təbiət niyə bunu saxladı? Niyə bu gen yox olmadı? Birinci səbəb D vitaminidir. Digər səbəb isə daha maraqlıdır. İnsanlar arasında sosial münasibət. Bəzən isə biologiya qaydaları tam pozur. Bir gözü mavi, biri isə qəhvəyi olan insanlar da var. Buna heteroxromiya deyilir. Gözlər sadəcə genlərdən ibarət deyil. Həmçinin onlar bizim dünyaya necə baxdığımızı göstərir.